Epstein'in qaranlıq şəbəkəsində yer alan bir sıra Avropalı rəsmilər istefadan yayına bilməyiblər. The Hill nəşri yazır ki, Epsteinə 2014-cü ildə axşam yeməyi dəvəti göndərən Norveçin İordaniya və İraq üzrə səfiri Mona Juul sonradan vəzifəsindən azad edilib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İsveç nümayəndəsi Joanna Rubinstein 2012-ci ildə Epstein'in Karib dənizindəki evini ziyarət edib. Bu məlumat üzə çıxandan sonra o istefa verib. Slovakiyanın baş naziri Robert Fitsonun milli təhlükəsizlik müşaviri Miroslav Lajçak isə Epsteinlə qadınlar və diplomatiya mövzulu yazışmalarının ortaya çıxmasından sonra vəzifəsindən gedib. Norveçin sabiq baş naziri Torbjörn Jagland da məsələ ilə əlaqədar istintaqa cəlb olunub. Məxfilikdən çıxarılan sənədlərdə onun korrupsiyada iştirakı ilə bağlı araşdırmalar aparılacaq. Hələlik konkret ittiham irəli sürülməsə də, onun Epsteinlə əlaqələrinin olması səbəbindən istintaq başladılıb. Bundan başqa, Şahzadə Mette Maritin də materiallarda adı çəkilir. Onun Epsteinlə sıx əlaqəsinin olduğu və bəzi görüşlərdə iştirak etdiyi bildirilib. Şahzadə buna görə kral ailəsindən üzr istəyib. Düşünürəm ki, bu Norveçlilər üçün şok oldu. Çünki onunla əlaqə saxlayan bir sıra yüksək vəzifəli diplomatlarımız var. Şahzadənin Epsteinlə bu cür əlaqəsinin olması Norveçlilərin onun rolu və monarxiyaya baxışını sarsıtdı. Hazırda rəsmi olaraq şərh verilmir. Onlar deyirlər ki, bu məsələni məhkəmə həll edir.